Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün sizlerle beraber Riyazət 1. dərslik 1. hissədən dərslərimizi edəcəyik. İlk səhifə kitabımla tanış ol. Açar sözlər, mövzu ilə bağlı sözlər. Burada verəcək. Araşdırma, müzakirə, sinif araşdırma və müzakirə üçün şəkilli məsələ. Bu gördüyünüz yerdə araşdırma və müzakirə. Öğrenme, yeni mövzunun izahı. Burada size mövzunun izahı verilir. Öğrenme yazısında. Bələdçi nümunə əsasında yerinə yetirilən tapşırıqlar. Burada verilir. Müstəqil işləmək üçün tapşırıqlar. Bir rəngdə olan ulduzları sayın, hər birindən isə dənədir və sadə deyə suallar var. Məsələ həlli, yeni biliklərin tətbiqi. Yaddaş mövzu ilə bağlı əlavə bilik və layihələr işlərin müəyyən qayda ilə düzülə bilər. Sizə verdim. Məsələləri həll edin. Bilikləri möhkəmləndirən məsələləri anla, plan qur, həll et, yoxla. Ümumiləşdirici tapşırıqlar, bölmə üzrə biliklərini yoxlamaq üçün ümumi tapşırıqlar. Əşyanın əlaməti. Şəkildə əşyaların rəngi və forması haqqında nə demək olar? Burada bir neçə fiqur, bir neçə rəng var. Gördüyünüz kimi burada dairələr var və hərisi bir rəngdədir. 3 rəng var. Yaşıl, sarı, qırmızı. Burada palyonçu var. Üstünün rəngi qırmızı, sarı, mavi, ten rəngi, əli, üzü ten rəngidir. Şalların rəngi isə mavi, bənövşəyi, qırmızı və sarıdır. Burada onun anası və qızı vardır. Qızının köynəyi və şalvarı mavi rəngdə, ayaqqabısı ağ rəngdədir. Anasının köynəyi mavi rəngdə, şalvarı isə qəhvəyi rəngdədir. Burada nənə uşaqları var. Burada gitar çalan bir oğlan və rəqs edən qızla oğlan var. Gitar çalan oğlanın köynəyi narıncı, şalvarı isə yaşıl rəngdədir. Qız və oğlanın üstü eyni rəngdədir, şalvarı ilə həmçinin. Sadəcə qızın ətəyi var. Üstünün açıq mavi, göy mavisi, şalvarı isə qoyu mavi, ayaqqabıları isə boz rəngdədir. Nənənin şərfi, bənövşəyi, köynəyi mavi, ətəyi isə mavi rəngdədir. Nənəsinin köynəyinin rəngi mavi, şalvarı bənövşəyi. Qızının köynəyinin rəngi narıncı, ətəyinin rəngi isə mavi. Yəni bir qızın üstü rəngi sarı, şalvarın rəngi isə mavidir. Bir uşağın köynəyinin rəngi narıncı, şalvarın rəngi isə mavidir. Burada isə bir neçə heyvan var. Burada qurquşu ağ rəngdə, ördəklər isə qəhvəyi rəngdədir. Qızın üstü mavi, ayaqqabısı və köynəyi sarı rəngdədir. Bayraq və lampalar rənglərinin qılı necə düzülür? Bayraqlar bənövşəyi, qırmızı və yaşıl, eyni şəkildə bənövşəyi, qırmızı və yaşıl. Lampalar da bunlardır. Lampalarda eyni şəkildə qırmızı, yaşıl, sarı, qırmızı, yaşıl, sarı şəkildə düzülür. Şəkildə təsvir olunan varlıqların yeri haqqında danışın. Burası parkdır. Parkın girişində palyonçu qız və anası. Parkda belə bir oturacaq yer var. Orada nənə, nəvələri, gitarcı, rəqs edən uşaqlar və bir dənə də qoca. Parkın diğer giriş, yani buradan girişten gelirsiniz. Buradan girişten gelirik ve bu tərəfdə isə kişi dayanıb. Əşyanın əlaməti, əşyanın yeri, araşdırma və müzakirə. Çərçivədəki sözlərin köməyi ilə otağı təsvir edin. Solunda, sağında, üstündə, altında, arasında, önündə, arxasında, içində, yanında. Sağında, qələmlərin sağında lampa vardır. Üstündə, yatağın üstündə yastıq, yastığın üstündə isə pişik vardır. Altında, masanın altında top vardır. Arasında ayı vardır. Oyuncaq ayı. Önündə o iri
Legoların önünde yine benimşe renkli bir Lego vardır. Arkasında saatin arkasında lampa vardır. İçinde kutunun içinde şiralar vardır. Yatağın yanında benimşe renkli top vardır. Lale Aynur'un sağındadır. Lale Aynur'un sağındadır. Anar Aynur'un sonundadır. Anar Aynur'un sonundadır. Kuş daşın üstündedir. Kuş daşın üstündedir. Top ağacın altındadır. Top ağacın altındadır. Açar sözler üstünde ve altında, sağ ve sol. Siz hansı elinizle yazırsınızsa o sağ tərəfdir. Bunu yadınızda saxlayın. Nöqtələrin yerinə hansı sözlər olmalıdır? Yağ masanın üzərindədir. Yumurta anarın harasındaydı? Sağındadır. Pişir masanın altındadır. Burada da bize nümunə verib çörək anarın solundadır. Açar sözlerden istifadə etməklə şəkildə gördüklərinizi danışın. Burada da açar sözlerimiz var. Yanında, önünde, arkasında, içinde, arasında, yuxarısında ve aşağısında. Lale topun yanındadır. Ayaz itin önündedir. Əli pişiyin yanındadır. Quş Elxanın üzərindedir. Çərpələng Samirin üzərindedir. Yani Sabine'nin Samir'in. Təyyarə avtomatların üstündedir. Şəkillərə baxın. Nöqtələrin yerinə hansı sözlər olmalıdır? Baxaq. Deməli, bulut gördüyünüz kimi güneşin önündedir. Ama burada deyir ki, güneş buludun arkasındadır. Quş budağın üzerinde, pişik ise ağacın altındadır. Sümük itin önündedir. Like atıp abone olmayı unutmayın. Sağ olun.